İranda sünniləri sıxışdırırlar, incidirlər, əziyyət edirlər, edam edirlər, söyürlər, təhqir edirlər, alçadırlar. Bəs bu görüntülər nədir İmam Rıza əleyhissalamın hərəmində, xanım Məsumə salamullah əleyhanın hərəmində, şiə məscidlərində? Əgər sünnilər bunları görüb, necə gəlirlər şiələrlə yan-yana, yenə namaz qılırlar, ibadət edirlər, rahat şəkildə heç özlərini pis hiss etmədən? Xamenei ağa özü bəlkə 40-50 dəfə sünninin böyük alimləri ilə görüşlər keçirib, tədbirlər keçirib, konferanslar keçirib, söhbətlər ediblər, müzakirələr aparıblar, danışıqlar aparıblar, sünni şiənin vəhdətinə görə. Bəs bunları media niyə təqdim etmir? Bəs bu sünni alimlərinin bunlardan xəbəri yoxdur ki, sünniləri belə incidirlər, edam edirlər, öldürürlər, sıxışdırırlar. Şəxsən özüm ona yaxın sünni alimini dinləmişəm ki, Xamenei ağanı dəstəkləyir və onu tərifləyir. Onların bu cinayətlərdən xəbəri yoxdur. İranda 15 mindən çox sünni məscidi var. 9-u Tehranda, paytaxtda yerləşir və ən böyük əzəmətli məscidləri Sistan, Bəluçistan şəhərində yerləşir ki, deyərdim ki, şiə məscidləri bu qədər əzəmətli deyil İranda. Yəni, bu qədər şərait yaradılmayıb. Əgər sünniləri belə sıxırlarsa, incidirlərsə, bəs bu faktlar, dəlillər nədir? Xamenei ağanın sünnilərlə bağlı çıxışları çoxdur. Qısa deyirəm. Buyurub ki, sünni şiə qardaşdır, sünniləri söymək olmaz, təhqir etmək olmaz. Əgər sözünüz varsa, iradınız varsa, təklifiniz varsa, buyurun, elmi münazirə aparın, mübahisələr aparın, çox gözəldir. Amma söymək, təhqir etmək, alçatmaq olmaz. Bu sünni şiə arasında təfrəqəyə, davadalaşa, qırğına, kin-küdürətə səbəb olur və uşaq qatillərinin, vahabilərin sevinməsinə səbəb olur. İranın hərbi dəniz qüvvələrinin generalı sünnidir, Şəhram İranı, general Şəhram İranı. Bunu bütün İran bilir, İran cəmaatı bilir. Necə yəni sünniləri sıxışdırırlar, general sünnidir. Bu necə olur? Bunu bir nəfər izah etsin mənə. Bundan əlavədə sünniləri qırdılar, 72 min sünnini Fələstində şəhid elədilər, şiələr dəstək oldu. Sünnilərin çoxu dəstək olmadı. Bu günləri şiələrlə uşaq qatilləri, uşağın qanını, ətini yiyənlər mübarizə aparır. Amma sünni qardaşlarının çoxu sakit durub. 3-5 sünni şiə bir-birini söyə bilər, amma hamısının adına yazmamalıyıq. Hər kim bu oyunlara gedirsə, deməli, vahabiləri, uşaq qatillərini sevindirib, onların hədəflərinə xidmət edir.